Təklik hissi məni qorxuzur. Yəqin ki, bu sözü ətrafınızdakı insanlardan eşidibsiniz. Bu əsasən narahat bağlılıq stilində rast gəlmək olur. Çünki uşaq yaşlarından anası bəzən onunla maraqlanıb, bəzən isə etinasız olubdur. Yəni fiziki olaraq yanında olubdur, emosional olaraq hiss etdirməyib. Bu səbəbdən də fərq böyüyəndə daimi tək qalmaq, güvənsizlik kimi hisslər yaşaya bilir. Görürsən ki, münasibətdə özünü daim sübut etməyə, kiməsə sevdirməyə çalışır, əsasən fədakar tərəf olur. Çünki uşaqlıqdan öyrənib ki, sevilmək üçün səy göstərmək lazımdır. Münasibətdə də daha çox diqqətini təkəbbürlü, özündən razı, ona dəyər verməyən insanlar çəkər. Çünki bu sistem ona tanışdır. Qarşı tərəfi ideallaşdıran, güzəştə gedən, həssas tərəf olur. Qarşı tərəfdən də eyni dərəcədə sevgi, diqqət görməyəndə isə əsəbi və gərgin olur. Tərk ediləcək hissi ona yaxın olduğu üçün görürsən ki, həyatında olan insanın daimi sosial media hesabını nəzarət altında saxlayır, hər şeyə qarışan tərəf olur. Narahat bağlılıq stilinə sahib insan üçün ən önəmli olan sevginin təsdiqidir. Bu çıxışı dinlədikdən sonra yəqin ki, bir çox insan narahat bağlılıq stilinə sahib olduğunun fərqində olacaqdır. Amma narahat olmasınlar, insanın özünü tanıması çox yaxşı bir şeydir. Çünki insan özünü tanıdığı zaman dəyişə bilir.